Azərbaycanın bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ömür yolu hər kəs üçün örnəkdir. Onları tanımaq, xatirələrini əbədiləşdirmək vətəndaşlıq borcumuzdur. İndi təqdim edəcəyimiz süjet xüsusi təyinatlı qüvvələrin əskəri Elnur Vəliyev haqqındadır. O, vətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Bizim torpaqlar ermənili idi. Bütün qonum da bilirdi, qonşu da bilirdi. O qapıda oynayırdı, gəlirdi, əlin qoynuma sarırdı. Deyirdi ki, ana, Qarabağ bizimdir. Dedi ki, mən istəyirəm ki, hərbiçi olam. Mən dedim ki, istəmirəm də, gözümün ağa-qarası sizsiniz. O dedi, yox ana, neyinirsən elə mən gedəcəm. Hətta mən orada belə bir söz işlətdim ki, o yol elə bir yoldur ki, gedər gəlməz. Gərək hər şeyə dözəsən. O qayıtdı ki, nə olsun, şəhid olacaq. Hələ məktəblikən hərbçi olmaq istəyirdi Elnur Vəliyev. Bu istəklə də hərbi xidməti başa vurduqdan sonra da Azərbaycan ordusunun xüsusi təyinatlı qüvvələri sıralarında qalmağa qərar verir. Vətən müharibəsində isə kəşfiyyatçı kimi iştirak edir. Kursa gedəndə kəşfiyyatçı olmaq istədim, mən qoymadım. Talih elə gətirdi ki, bu son mənzilədə kəşfiyyat dəstəsində oldu. Elnur Vəliyev Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Həqiqətən qürur duyuram. Şükür ki, o torpaqlar azad olunur. Bu Azərbaycanın bayrağını bütün hər yanda dalğalandırmaq, zirvədən zirvəyə ucaltmaq nə deməkdir qızım? Bu analar üçün qürurdur. Onun xatirəsi xalqımızın yaddaşında, bayrağın kölgəsində əbədi qalacaq. Elnur Vəliyev Azərbaycan bayrağı ordeni, vətən uğrunda, cəsur döyüşçü və Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif edilib. Şamilə Şamil qızı Kamran İsayev, ASTV xəbər.